Müəllimələr, bu günlər sizlər üçün iş üsullarını səsli şəkildə həm sual və həm də cavabını səsli şəkildə izahını çəkəcəm. Birinci sualımız belə gedir: qısa müddətdə maksimum sayda yeni ideyaların toplanmasıdır, yaradıcı təfəkkürün aktivləşdirilməsidir. Heç bir fikrin tənqid olunmaması prinsipinə əsaslanan iş üsulu hansı iş üsuludur? Belə cavab verəcəyik ki, beyin həmləsi. Yəni bunun ikinci adı da əqli hücum deyilir. Sonra bilirsiniz ki, beyin həmləsi qrup şəkildə də, fərdi şəkildə də aparıla bilər. İkinci sualımız belədir ki, şagirdlərin ilkin bilik səviyyəsini müəyyənləşdirən, nəyi öyrənmək istədiklərini və dərsin sonunda nəyi öyrəndiklərini sistemləşdirən iş üsulu hansıdır? Cavab verəcəyik ki, bu BİBÖ iş üsuludur. BİBÖ sözünün açıqlaması da belədir ki, B bilirəm, İ istəyirəm, B bilir, Ö isə öyrəndim deməkdir. Sonraki sualımız belədir ki, mərkəzdə yazılmış əsas anlayış və ya mövzu ətrafında assosiasiyaların yaranması şaxələndirərək vizual xəritə şəklində təsvir edildiyi üçün üsul hansı üsuldur? Hansı iş üsuludur? Yəni şaxələndirmək, assosiasiyalar, bunlar demişdik, hansında var? Klasterdə. Klasterin ikinci adı da şaxələndirmə mənasını daşıyır. Sonra, yaxşı, bu sualda belə deyilir ki, böyük həcmli mətni qısa vaxt ərzində doğma və ekspert qruplar vasitəsilə hissə-hissə öyrənilməsi və əməkdaşlığın tədris edilməsi iş üsulu hansı iş üsulumuzdur? Deyəcək ki, ziqzaq iş üsulu. Böyük həcmli mətni qısa vaxt ərzində sözünü görən kimi o saat yada düşəcək ki, ziqzaq iş üsuludur. Ziqzaq iş üsulunda ana qrup olur, doğma qrup olur. Sonra həmən qruplar bölünür. Birincilər biriyə gəlir, ikincilər ikinci qrupa yığılır, üçüncülər üçüncü qrupa yığılır, dördüncülər dördüncü qrupa yığılır. Mətnin birinci hissəsini birlərə veririk, ikinci hissəsini ikilərə, üçüncü hissəsini üçlərə, dördüncü hissəsini dördə veririk. Hər birisi o verilən hissəni öyrənirlər. Sonda qruplar hərəsi qayıdır öz ana doğma qrupuna. Birlər, ikilər, üçlər, dördlər yenə doğma qrupa qayıdır. Mətnin bütün hissələrinə xəbərdar olurlar. Bu ziqzaq iş üsuludur. Sonraki sualımız belədir ki, şagirdlərin başqa bir şəxsin və ya obrazın yerinə keçərək verilmiş ssenari üzrə davranması və emosional canlandırma aparması üsulu hansı iş üsuludur? Dedikdə deyəcəyik ki, rollu oyun iş üsulu. Rollu oyun odur ki, başqasının rolunu oynayırsan. Simulyasiya odur ki, başqasının rolunu özün kimi oynayırsan. Sonra,